Onlayn dərs keçən müəllimlərin işləri qıraqdan asan görsənə bilər. Lakin dərslərinizi saniyə bə saniyə planlı şəkildə idarə etmək və hər şeyi vaxtında çatdırmaq əslində çox da asan bir şey deyil, disiplin tələb eləyir. Mentorluq proqramının məzunlarından Sahilə müəllim də proqrama məhz bunun üçün qoşulmuşdu. Elə hiss edirdi ki, nə qədər hazırlaşsa da yenə nəsə çatışmır. Bu 3 aylıq proqramın müddətində Sahilə müəllim üçün nələr dəyişdi? Hansı töhfələri ona verə bildim? Gəlin bu sualların cavabını Sahilə müəllimin özündən eşidək. Siz dərsinizi onlayn şəkildə tədris edirsiniz. Onlayn dərs keçən bir müəllim kimi sizi ən çox nə yorurdu və niyə məhz Səkinə xanımın mentorluğunu seçdiniz? Təşəkkür edirəm. Məncə istər onlayn, istər canlı dərs keçən müəllimin əsas problemi planlama məsələsidir. Yəni müəllim sinifə daxil olarkən hazır planla girməlidir. Harda necə prosesi aparacaq və sonda harda bitirəcək, hansı tapşırıqları verəcək, bu öncədən məlum olmalıdır. Elə qatılma məqsədim də bununla əlaqəli idi və bunları da əldə etmişəm şükür. 3 aylıq proses sizin üçün necə keçdi? O təlimlər, simulyasiyalar, öz dərslərinizi Səkinə xanımla analiz etmək, bunların hamısı haqqında nə deyə bilərsiniz? Mən məktəb təcrübəsi olmayan bir müəlliməm. Baxmayaraq ki, 6 ildən çoxdur ki, repetitor kimi fəaliyyət göstərirəm, amma bizim aləmimizdə, repetitorlar aləmində simulyasiya deyilən bir anlayış yoxdur. Ona görə hətta simulyasiya termini belə mənim üçün yad idi. Amma Səkinə xanımın o simulyasiyalarda pür diqqət türklər demiş, orada olması, diqqətli şəkildə bütün nüanslara baxıb geri dönüş verməsi məsələləri, prosesin çox dolu-dolu keçməsi, hər tərəfli şəkildə əhatə eləməsi mənim üçün çox dəyərli idi və qazanclı şəkildə ayrıldım prosesdən. Bəs öz həmkarlarınıza nə tövsiyə edərdiniz, özəlliklə də yeni başlayan müəllimlərə? Yeni başlayan müəllimlərin belə bir mühitə çox ehtiyacı var. Yəni mənim bildiyim başqa bir mühit yoxdur. Bu qədər zəngin bir proqrama malik olsun və bu qədər bilgini ötürə bilsin qarşı tərəfə, həm də ki praktiki formada. Yəni söhbət teorem kimi bir şeyi, bildiyimiz bir şeyi öyrətməkdən getmir. Söhbət praktiki şəkildə bunların icrasından gedir və tövsiyə eləyərdim ki, mütləq şəkildə bu proqramda olsunlar. Həqiqətən sonradan o necə deyirlər, canıma dua edəcəklər məsələsi. Yəni mütləq burada olsunlar. Mən özüm də bu geri dönüşləri eşidəndə çox həm də çox sevinirəm. Yaxşı ki, belə müəllimlərimiz çoxdur. Yaxşı ki, müəllimlərimiz öz üzərlərində işləyirlər və Sahilə müəllim kimi peşəkar olmağa can atırlar. Müəllimlik karyeranızda özünüzə vaxt ayırmaq, peşəkar inkişafınıza yatırım etmək özünüzə verə biləcəyiniz ən böyük hədiyyədir. Mentorluq proqramına hələ də yerlərimiz var. Ətraflı məlumat üçün şərhlərdə plus qoyun.